Tamam. Başladıq. Deməli. Okey. Deməli, gəlin WordPress-də bəzi pluginlərin üzərinə. Okey, hansı pluginlər var, hansı proqramlar istifadə edir. Bu günlərimiz WordPress-i yekunlaşdırıb artıq ya iki dənə quiz eləyək yekunlaşdırıb, ya da ki, artıq SEO moduluna başlaya bilərik. Bu gün giriş eləyə bilərik SEO moduluna. Yorğunluğa baxarıq, tamam. WordPress-i bitirəndən sonra görək necə olur. Quiz eləməyək. Sosial SEO elədik. O SMM eləməmişik. SMM eləməmişik. SMM bir də web site optimization edə bilərik ikisini. İndi baxarıq, modumuza baxarıq. Okey. Deməli, biz gələk WordPress-də bəzi pluginlərin üzərinə. Hansı ki, məsəl üçün bizə lazım olan pluginlər nələrdir? WordPress-də əgər ki, e-commerce sayt qurmaq istəyirsinizsə, e-commerce dediyimiz nədir? Yəni hər hansı bir, bəli, məhsulu satmaq istəyirsinizsə, məsəl üçün adı konta səhifəsi tutaq ki, qurmaq istəyirsən, tamam. Yəni hər hansı bir məhsulunuz var, onu satmaq istəyirsə sayt üzərindən. Siz bunun üçün mütləq şəkildə WooCommerce-i yükləməlisiniz. Tamam, mütləq şəkildə. Hardan siz hardan yükləyirik WooCommerce-i? Hansı ki, gəlirik burada Exchange hissəsinə, WordPress-in özünün market hissəsinə, bəli, buradan burada yeni bir plugin və yaxud eklenti yükləyirik. Hansı ki, nə yükləyirik? WooCommerce. Bu WordPress-in e-commerce olan pluginidir. Baxın bu. Siz ondan sonra WooCommerce-i yükləyəndə WooCommerce-in aşağısında olan funksiyaları da açılmış olur artıq. Məhsullar, ödəmələr, analiz, marketinq və s. Məsəl üçün, mən gəlirəm ödəmələrə. Əgər metası yox. WordPress-in e-commerce hissəsidir. Yəni, bu olmasa sən WordPress-i heç sata bilmərsən, misal üçün. Aha, əgər ki, siz, misal üçün, dropshipping eləmək istəyirsiniz, tamam, misal üçün də, atıyorum, Shopify ilə Amerika bazarına çıxmaq istəyirsiniz və s. Normalda nə edirsiniz həmişə? Hamı onun elədiyi yoldan. Shopify alırsınız, düzdür? Ha, ona müəyyən template yükləyib məhsullarınızı satmağa başlayırsınız onun üzərindən. Və hər ayda Shopify-a 30 dollar ödəyirsiniz, düzdür? Amma eyni şeyi WordPress-dən pulsuz edə bilərsiniz, misal üçün. WordPress açdınız, template-ini yüklədiniz, bir dənə gəlib burada bu commerce hissəsində ödəmələri düzəltmək. Məsəl üçün, ödəmə hissəsində bax, ödəmə hissəsinin ayarlarında bir çox funksiyalar var. Bunları istəsən sənə, misal üçün, deyir ki, atıram, müştərilərin bir dil hesab oluşturmasına icazə verir. O ki, adam qeydiyyatdan keçib öz hesabını yaradır. Bu dil nə olsun? Ya elə yuxarıda hesabın səhifəsi olsun, ya da ki, ödəniş hissə... recording atmamışım. Ödəniş hissəsinə gələndə olsun. Bu? Bu? Orada bu axanlar da. Template. Yox, template özünün. Aha. Mən sənin çıxardacağım öz hostingimdən və ya özün də DNS-ləri silib öz hostingin DNS-ini əlavə edəndə avtomatik oturmuş olacaq. Okey. Deməli, WooCommerce-də başqa nələr var? Misal üçün, hə, başlanır. Salam müəllim, necəsiz? Salamlar, yaxşı. Sən necəsən, Əlim? Əlayam. Hı hı. Başladıq yəni zülüm çəkmə, heyvların asılmasından.
Ondan sonra siz bu kommersin məhsullar funksiyasından istifadə edə bilərsiniz. Məsəl üçün, tutalım ki, X bir məhsul əlavə etmək istəyirsiniz. Buradan bütün məhsullarınıza baxa bilərsiniz. Məsəl üçün, mən hal-hazırda vitaminlərin bütün məhsullarına baxa bilərəm bu hissədən. Bu megabayt keçim dostum dəqiqə. Yoğunluq deyil. Aslında. Ha, baxın, bu hal-hazırda vitaminlərin saytında olan bütün məhsullardır. Tamam. Əgər ki, məsəl üçün, X bir məhsul əlavə etmək istəyirsiniz, bu kommersin aşağısında tüm ürünlər hissəsində yuxarıda yeni bir ürün əlavə et hissəsi var. Məsələn, bura klikləyirsiniz. Admin paneli elə bir Ha, elə budur ki, başqa bir panel yox. Admin panel ancaq bu fonta, yəni developer olur. Ha, admin panel yəni fərqli admin panellər developerin yığdıqları olur. Hər özünə uyğun yığır. WordPress isə ancaq budur yəni, başqa bir şey yox. Mən developer olsun. Nəyin admin paneli? Kain. Ha, o misal üçün WordPress developer yığdığıdır. Bəli. Aha. Okey. Məsəl üçün, mən tutaq ki, yeni bir məhsul əlavə eləmək istəyirəm, düzdür? Gəlirəm tüm ürünlərə və yaxud da burada yeni bir məhsul əlavə et hissəsi var, okey? Kliklədim bura, yeni bir məhsul qoyuram. Burada nə yazıram? Məhsulumun adı. Burada məhsul haqqında açıqlama hissəsi yazıram, hansı ki, o hansı hissədir? Baxın, bu sağ tərəfdəki bu hissə var, ha? Bax, bu hissədir, açıqlama hissəsi. Buradan onu yazıram. Ondan sonra aşağı düşürəm burada. Normal qiymətini yazıram, 400. Burada isə endirimli qiymətini yazıram. Yazıram, məsəl üçün 50 manat. Ondan sonra aşağı düşdüm. Burada ürün haqqında məhsul yaza bilərsiniz. Hansı ki, bunlar hamısı SEO üçün önəmlidir. Ki, bu ürün haqqında məhsul. Məsələn, bax, bu hissəsi var, ha? Bu hissəsi, məsəl üçün, SEO üçün önəmli hissələrdən biridir. Ondan sonra burada neyinirsiniz? Rankmat SEO. Rankmatı keçəcəyi başına hər bir şeyini. Yəni, deyir ki, bu əlavə elədiyi məhsulun SEO-sunu elə. Okey, bax burada. Serp hissəsini yaza bilərsən. Deyirsən ki, məsəl üçün, atıram, biotindir, tutaq ki, məhsulumun adı biotin, indi sifariş et, məsəl üçün. Burada URL-dən sonraki hissəsini yazırsınız. Burada da meta açıqlama hissəsini yazırsınız. Məsəl üçün, budur. Yəni, deyildi, özü hissə qoyur, yer qoyur. Rəqmat yükləyəndə, hə. Əgər o hissəyə gələcək, bax, burada gözü bir dəqiqə. Bəli. Necə ki bu kommersi yüklədi ya, eyni qaydada biz SEO modulumuzda rankmat var, bax bu. Bunu yükləyib bunun üzərindən keçəcək. Developerlərin, bəli, WordPress-in tərkibində bu WordPress-in funksiyonallıqıdır. Hər şeyi göstərir ki, SEO-nu eləmək üçün deyir, bax, hamısı X-dir. Bunların hamısını yartılı eləsən, SEO-nu eləmiş olursan, misal üçün, okey? Hə, öz hamısı bir-bir göstərir. İndi developerlərin yığdığı admin paneldə isə eyni bunları eləyirik. Okey? Və yaxud eyni bunları eləyəcəyik. Tamam? Bir dənə fərq odur ki, WordPress-də sizə göstərir bunları. Amma developerin yığdığı saytlarda bunları göstərir. Sən ki, bilirsən ki, bunları eləmək lazımdır. Okey? Aydın oldu? Bir dənə fərq budur yəni. Onun üçün də normalda checklistlər var. Hansı ki, burada yazılanlar, bütün məlumatlar list kimi bir dənə faylda var hamısı. Okey? Səndir? Ha. Bəli, elə şeylər də var ki, bəli, WordPress-də onları biz rahatlıqla eləyirik, amma developer yığdığı saytlarda eləyə bilmirik. Gərək ki, developerə deyək ki, filan şey düzəlt, tamam? Ondan sonra sağ tərəfdə isə məhsulun hansı kateqoriyaya aid olsun, bunları təyin edirəm ki, bütün kateqoriyaları məsəl üçün buradadır. Ondan sonra və yaxud aşağıda ürün görsəli, yəni ürün məhsulumun şəklini əlavə edərəm. Biraz da aşağıda ürün qaleriyası olmalıdır ki, ürün qaleriyası. Burada da məhsulumun ikinci, üçüncü, dördüncü, beşinci şəkilləri də varsa, onları da buradan əlavə edirəm. Bunların fərqi nədir? Bu, baxın, bu hissə ürün qaleriyası hissədir, bu şəklim, okey? Amma bu şəklim ürün görsəlidir. Yəni, həm də ana səhifədə görünən hissədir. Bax, bu hissədir, tamam? Ürün görsəli hissəsi. Bu ürün, bax, biri buradan. Bir de buradan. Kliklədim bura, başlayalım. Buradan istədiyim məhsulu buradan yükləyə bilərəm kompüterdən. Və salam. Ondan sonra da məhsulu aşağıda burada yayımlı edirsən, yuxarı getdi. Məhsulun yayımlandı. Hal-hazırda deyir ki, SEO 100-dən 9. Okey?
Hələ ki, heç eləmədik deyə ona görə. Ondan sonra bu bizim WooCommerce hissəmizdir. Yəni WooCommerce hissəsində mütləq şəkildə e-commerce saytlar üçün istifadə olunur. E-commerce sayt deyilsənsə WooCommerce ehtiyac yoxdur. Və yaxud buradan kateqoriyalar yarada bilərsən. Hansı ki, məhsulların kateqoriyasını. Məsələn, bax burada hansılardır? Balıq yağı, böyüklər üçün vitamin, kalsium falan. Onların hamısını biz normalde həmişə kateqoriyaları hardan yaradırdıq bu hissəni? Normalde həmişə gəlirdi yazılardan kateqoriyalar hissəsini yaradırdıq. Düzdür? Blog saytıdırsa eləyə bilərsiniz. Məsələn, mən öz kodum üçün buradan eləyirəm. Eyni isə göstərdiyim yerdən yaradıram, tamam. Amma sırf e-commerce saytlarda məhsullar üçün kateqoriyanı elə bu commerce-in kateqoriya hissəsindən yaradacaqsınız. Tamam. Məsələn, sümük və duzurda bura ikonunu yükləmişik. Burada da onun haqqında məlumatını yazmışıq. Məlumatını yazmaqda SEO üçün önəmlidir. Gələcəm o hissəyə toxunacaq SEO modulunda. Necə? Hanı shopmeti? Ha? Bu WordPress-in özünün gəlir, yəni plugindir. Developer ediyor, yəqin ki, ona lazım olan bir şeydir. Ondan sonra join chat'ı bilirsiniz. Niyə? Hansı ki, sağ tərəfdə WhatsApp-ı göstərir sizə. Ondan sonra başqa nə var burada? Tag Manager var. Tag Manager-ı yüklüyün mütləq şəkildə. Hansı ki, bu hissəyə gəlmişdik bir dəfə sizdən. Yes, harda gelmiş? Metapixel'e gelmişti yavru. Harda gelmişti? Evet. Değil mi lan? Aha. Harda ise. Değil mi lan? Gezde. Nereye gelmiş? Bu hisse harda göstermişti? Bu hisse harda gelmişti? Yine gösterdi. Ha? Evet. Değil. Bilinde. Bir senede Aha. Ben Sevda'daydı. Yadına düştüm. Aha. Tag Manager'ın benim Yes. sistemimizde verdiği olduğu şeydir. Diyebilir ki Tag Manager'da biz sayfın kod hissesinde yazdık da. Şeyde. Hüdü değil ama öyle. Ha, hiddə. Yes, Metapixel kodunda, bəli, biz Metapixel kodunu yaradırdıq. Hansı ki, Metapixel yaradanda metada, o bizə kod verirdi. Həmin kodu gəlib WordPress saytımız, Tag Manager-i eklentilərdən yüklüydük, yəni pluginlərdən, hanı Tag Manager? Pluginlərdən yüklüydük Tag Manager-i, düzdür? Gəlib burada head hissəyi yapışdırırdıq. Baxın, burada Pixel'in kodu zaten buradadır. Metapixel'in kodu burada, bu hissədə. Head hissəsinə yapışdırırdıq. Vəssalam, bu gedib düşürdü özü saytımızın head hissəsinə, web saytına Metapixel bağlanmış olurdu. Developerin yığdığı saytlarda isə iki variant vardı. Ya bu kodu Metapixel'e atırdıq developerə ki, bu kodu əlavə elə head hissəsinə, ya da ki, developerə deyirdi ki, admin paneldə mənim bu kodu yapışdıra bilməyim üçün mənə head hissəsini düzəldi orada. Bəli. Okey. Ya bu kodu kopyala özünə at, denən ki, bunu head hissəsinə əlavə elə, özü əlavə eləsin. Ya da ki, denən ki, belə bir funksiyonluq qoy ki, mən özüm girib burada nəsə kod əlavə eləndə o head hissəsinə deyib düşsün. Tag Manager'da bunlar üçün, yəni hər hansı bir tool'ları, burada biz Metapixel üzərindən keçsək, analitika modulumuzda nə qədər tool keçəcək, ki, analitika, search console, nə bilim, Tag Manager'in özünün keçəcək, ondan sonra Yandex Metrika, Clarity və s. də, tamam. Onların hamısını bağlamaq üçün bizə bu tool mütləq şəkildə lazımdır. Bir şey soruşa bilərəm. Bu tool, yəni bu əplər. Bəli. Mən girdim indi bizim sayta üstündə işləyim deyə də siz dedicə. Burada tag buludun idarə edilməsi var. Eyni şeydir onlar. Yox, Tag Manager bax budur. Qoy o hissəsini göstərim, bir də yadınıza düşsün. Məndə tag manager falan yoxdur axı burada baxıram. Eklentilərdən yükləməlisən Tag Manager-i. Hardan yükləməliyəm? Bax bu hissədən, eklentilərdən. Niyə məndə Buradan yoxdur elə şeylər? Tag Manager-i yükləyəndə demiş ki, hansını yükləməliyik?
Hansını işləməliyik orada? Yok. Ha, Üstün aşağı. Bu? Bu? Kırmızı ya sol. Hə, bu hissəsini, yəni üstündə hashtag olanı yükləməliyik. O çünki hashtag olanı yükləyəndən sonra yes. Gəlir bu hissəyə düşür özü. Vəssalam, burada head hissəsi hər bir şey var. Bütün toolları başlayırıq buradan web saytımıza qoşmağa. Ben biz bu məhsulları əlavə eləməsən bu ilə. Bəli, bu commerce-dən. Bu commerce-də ürünlər hissəsi var. Bütün məhsullarımız buradadır. Yeni məhsul da əlavə eləməyimiz üçün ürünlər hissəsindən gəlirik hara? Yeni məhsul əlavə et. Bu hissədə isə məhsullar üçün kateqoriyalar yaradırıq. Ondan sonra Elementor Pro-nun atmışdım linkini qrupa necə yükləmək lazımdır. Elementor Pro-nu atmamışam. Okey, onda qrupa bir dənə yazarsın, həm recording yadıma salarsın, tamam. Bir də Elementor Pro deyəcəkdim, kimi mesajlar silir, baxın. O ki, uşaqlarda olacaq. Bir Elementor Pro-nu, bir də recordingləri yadıma salarsın, dəstəm sonra, tamam, göndərim. Elementor Pro nədir? Deməli, biz demişdik ki, web saytımızı dizayn eləmək üçün nə edirdik? Misal, mən burada atıram, bu hərfləri dəyişmək istəyirəm, button dəyişmək istəyirəm, burada harı keçməliyəm? Özəlləşdirdə dizayn, rəngləri falan dəyişirdik. Rəngləri falan. Yox, özəlləşdirdim. Yes, özəlləşdirdim, bəli, sayfayı düzənli hissəsinə gəlirdik ki, buradan səhifəmizi hərflərini dəyişirdik, buttonları dəyişirdik və s. Okey, yadınıza gəldi o hissə, tamam. İndi Elementor yükləyəndə, yəni Elementorda hardan yüklüyürük? Yenə də Enter hissəsinə gəlirik. Buradan eyni qaydada Elementor yüklüyürük, okey. Və burada sizə Elementorun sadə versiyasıdır, tamam. Bunu da yükləyə bilərsiniz, bunu da istifadə edə bilərsiniz. Bu da eyni şeydir, rahatdır. Pro ilə fərqi nədir? Proda çox funksiyonluq var. Burada az funksiyonluq var. Amma atıram, funksiyonluq nə edir? Məsəl üçün, indi izah edəcəm Elementoru. Pro versiyasında sən atıram, web saytı var, Google Map əlavə edə bilirsən, YouTube videosu əlavə edə bilirsən. Amma sadədə ancaq basic şeylərdir. Title'dır, heading'dir, metindir, nə bilim, şəkil, video və s. bu kimi şeylər əlavə edə bilirsən, tamam. Yəni, bir dənə fərqi budur. Pro versiyasının pulsuz crack yükləmək üçün video addım videosu var. Onu mənim yadıma salın, qrupa atın linkini, oradan baxın, yükləyin. Elementor Pro-nu yükləyəndən sonra, məsəl üçün, indi gəlirsiniz yenə də sayfayı düzənləyəndə ya, orada səhifəni yenilər, onda sayfayı düz deyirlərsən. Deməli, biz burada sayfayı düzənli eləyəndə Elementor yüklədiyimizə görə bizi artıq Elementor hissəsinə atacaq, okey? Və yaxud da ki, baxın, sayfayı düzənli elədim, tamam. Baxın, gəlir bu hissə. Baxın. Ona dərindən at çəkir. Refresh edin düzəldi. Onda saytında problem var. Götürmək lazım da problem. Ha, yox, sonuçta axın çoxdur məni. Ha, onda hayır, onda bağlı, okey. Ha, baxın, sayfayı düzənli eləyəndə atdı mən hara, deyir, ana sayfəni Elementordan düzənlə. Çünki Elementor yükləmişim axı mən, okey. İndi Elementordan yükləyirəm. Bəli, bu nədir? Elementor sizə səhifənin dizaynı eləməsi çox rahat bir interfeys göstərir. Okey. Yəni, bir də misal üçün, bir var, Elementor yükləmədən də hər şeyi edə bilərsiniz zaten. WordPress-in öz funksiyonluğundan. Bir də var ki, Elementor yükləyəndə Elementor funksiyonluğundan dəyişim edirsiniz. Bu daha rahatdır. Tamam, indi göstərəcəm necə rahatdır, görərsiniz. Belə bir yerdə sanki Pro versiyasında Elementor'da WordPress sanki Elementor'ın içində, Elementor WordPress-in içində daha çünki dəyişmiş, daha rahat, daha Bəli, yes. Zaten Elementor yükləməsəz də səhifənizdə bir şey dəyişə bilirsiniz onsuz da. Eyni şeydir. Sayfayı düzənli elədin, hər şeyi dəyişirsən, tamam. Amma Elementor yükləyəndə WordPress-in daxilində elə bir yenə də həmin hissədən dəyişirsən, bu interfeys daha rahatdır. Hə, Figma kimi, interfeys daha rahat, yes. Yenə bəxtdən açmır nəsə. Artıq. Hə. Baxın,
Saytım belə açıldı. Okey, hər şeyimi buradan görürəm. Ne görüyoruz? İndi görmürəm. Ayda aldım, bir belə oldu. Megabyte qoşulmuşam. Bu gün beşə çıxır. Bir megabyte. Neçə megabyte getdi ya? Yox, bu. Hə, açılsın. Aha. Baxın deməli, e, gəldim kodunun saytına. Tamam. Bax bu Elementor Pro'dur. Elementor Pro olması necə bilirsən? Normalda sadə Elementor olanda bax ancaq bu hissələr açıq olur. Yəni deyir ki, sən saytıma başlıq əlavə edə bilərsən, şəkil əlavə edə bilərsən, mətn əlavə edə bilərsən, okey. Məsəl üçün, gəlin burada nümunə kimi göstərim. Deməli, bunu da sileyim. Aha. Tamam ki, bax bu mənim ana səhifəmdir zaten, okey. Dizaynıdır, tamam. Gəlirəm, indi nəsə əlavə eləmək istəyirəm ana səhifəyə. Nə edirəm? Bir dənə buradan plusu vururam, okey. Əssalam. Bax, bu hissəyə artıq nə istədim əlavə eləyə bilərəm. Məsəl üçün, başlıq əlavə edirəm, tutalmış. Deyirəm ki, atıram, yazıram buraya, nə bilim. Rəqəmsal marketing, okey. Başlıq əlavə edirəm. Deyirəm, yox, başlıq istəmirəm əlavə eləmək. Bunu sildim. Gəlirəm, mənim şəkil əlavə edirəm. Şəkil əlavə edirəm. Atıram, deyirəm ki, bu şəkil olsun, misal. Okey, gəldi, şəklin buradan ölçüsünü dəyişirəm. Yes, medium olsun. Ondan sonra şəkli bax buradan sola, sağ, ortaya, sağa da çəkə bilərik. Necə rahatdır. Hər şey yəni burada, tamam. Deyirəm, şəklin alt yazını misal üçün yazmaq istəyirəm. Və ya şəklə nə edirəm? Link qoymaq istəyirəm, tamam. Misal üçün, özəl bir bağlantı. Linki buraya yapışdırıram, tutalmış deyirəm elə, nə bilim, mekanik bu link atlam. Aha. Linki kopyaladım, gəldim, yapışdırdım bura. Vəssalam. Bu da oldu. Şəklə klik olunanda atılır səni o linkə. Tamam. Ondan sonra deyirəm, yox, məsəl üçün şəkil də istəmirəm. Məsəl üçün gəlirəm buradan, təzə nə əlavə edə bilərəm, başqa baxaq görək. Yes, video əlavə edə bilərəm. YouTube'dan video. Məsələn, YouTube'da bir videom varsa, onu bura əlavə edə bilərəm. Button əlavə edə bilərəm. Google Map əlavə edə. Əgər Google Map'də location'ın varsa, bax buradan sürüşdürdüm bura. Vəssalam, bax gəldi düşdü bura. Bir konum bu, buradan seç. Okey, buradan konumu seçərsən, olacaq location. Yəni, sənin saytıma girərkən, sənin burada normalde location hissəsi saytda hansı səhifədə olur? Info. Ara aşağıda olur. Hansı səhifədə, aşağıda hansı səhifədə? Əlaqə hissəsində, bəli. Normalda həmişə standart qaydaya görə əlaqə səhifəsində location hissəsi olur. Ondan sonra başqa nə var? Amma Pro versiyada, baxın, Pro versiyada funksiyonluq çoxdur. Gör, nə qədər şey var burada, okey? Slide qoymaq olur. Ondan sonra call to action, yazıb call to action qoya bilərsiniz. Ondan sonra nə bilim, table of content qoya bilərsiniz. Table of content, baxın, bu hissədir. Bax, X bir bloqa girəndə görürsünüz, burada linkləri çıxır. Bax, baxsıram, HTML servisləri atır məni blogda o hissəyə. Gördünüz, atdı bu hissəyə, məsəl üçün. Və yuxarı gəldim, klikləyirəm breadcrumb istifadə etməyə. Kliklədim, bura atdı məni ümumi o yerə, bax bu hissəyə. Tamam. Bax bu hissəmsə table of content adlanır. Buradan quraşdıra bilərsiniz. Ondan sonra nə bilim başqa nə var burada? Hər bir şey, yəni Pro versiyada, hamısı açıqdır Pro versiyada. Sosial media. Hə, və o WordPress-in onda da elə bilərsiniz bunları. O WordPress-in öz funksiyonlarıdır, okey? Digitalsan, yarısı zaten orada eləyir. Mənə bura rahatdır, misal üçün. Adam Elementor Pro-dan, Elementor Pro-dan istifadə edir. Məsəl üçün, gəlirəm, burada Elementor Pro-dan istifadə edirəm.
Elementor qəliz gəlir, tamam. Bir mənə WordPress-in öz funksiyası daha rahatdır mənim üçün. Okey, o orada şey, eyni şeydir. Yoxsa yaradamada Elementor rahat gəlir. Amma ona görə mən hər ehtimal bunu sizə izah edirəm ki, işte baxın yükləyin, rahat olsa bunun üzərindən davam edərsiniz. Bax, misal üçün ikonlara kimi hamısını burada göstərir. Ən sola seçdim. Mesela burada ikonları seçirəm. Facebook ikonu və yaxud da ki, bunun özünün ikon kitabxanası var. Bax, bura klikləyirəm. Burada ikon kitabxanası var. Hər bütün ikonlar burada olur. Bəli, hər prosta interfeys fərqlidir. Dizilən dizayn fərqlidir. Bəli. Ondan sonra ikonlar necə olsun? Deyirəm, 4 budaq olsun. Nə bilim, biraz yox, qırağı yuvarı ya da ki, təmiz dairə olsun. Misal üçün buradan deyirəm insanlar. Ayrı bir şeydə. WordPress demək sayılır. Nə? Bu. Bu? Bu halda yani, saati quranda necə necə elə qura bilərsən orada yəni. Hə, bunlara da bəli link qoya bilərsən. Bu da Facebook'un bağlantı URL hissəsi buradadır. Okey, keçirəm məsələn Facebook qurtardım, keçirəm Twitter'a. Ya dəyişə bilərsən, mən məsələn Twitter'a keçirəm. Burada linkini yaza bilək. Okey, link edən məsələn gördüm çıxdı. Əlavə et. Twitter getdi, LinkedIn gəldi. Və yaxud da ki, deyirəm ki, 3 dənə mənə bəslənmək, biraz da ikon əlavə eləməsidir. WordPress-in yəni belə hər şey, hər bütün ikonları qoya bilərsiniz, fərqi yoxdur. Və hər bir şeyin, hər bir ikonla linkini buradan qoya bilərsiniz. Və yaxud da ki, rəsmi rəngini dəyişə bilərsiniz, özəl bir rəng qoya bilərsiniz hamısına. Deyirəm ki, hamısı qara olsun məsəl üçün. Tamam. Bunları join chatı, onun da rəngi zaten hər şeyini dəyişə bilirsən. Join chat buradan deyil. Join chat buradakı WhatsApp batını demirsən. O join chat plugin özündən olur, rəngi plan. Yəni bu sənə sırf nə əlavə eləmirsənsə onu götür. Mən bunu silirəm. Bura nə əlavə eləyirəmsə onun üçün hər şeyini dəyişə bilərəm. Məsəl üçün tutaq ki, başqa nələr var burada? Countdown var. Baxın bu hissə. Hansı ki biz bunu bir dəfə demişdik. Countdown nə idi? Aha, get, bəli. Məsəl üçün demişdik ki, bu nə vaxt istifadə olunur? Bunu necə quraşdırırlar? Bir dənə baxaq görək. Məhsul stop. Bu necə istifadə olunur? Şov olmasın demək. Nəyə? Şov var ya şov. Hanı? Bu? Ha. Bu söndürmək də. Yox, dəqiqə. Hə, tapdım. Baxın. Background touch belə qoydum, düzdürmü? Bax, endirimin bitməsinə 29 gün, 23 saat 52 dəqiqə, saniyə də buradan özüsün işləyir. Bu nə vaxt istifadə edilir? Hansı, nə zaman istifadə edə bilərik bunları? Bax, bu hissəni. Keçmişdir. Birinci modul, ikinci modulda keçmişdir. Yox, bütün şey yox. Yes, Fire Join. Fire Join hansı mərhələsidir? Consideration, yes. Consideration, yəni ki, müştəri məhsulu almağa qərar verib atıram 3 gün əvvəl, 2 gün əvvəl, okey. İndi bəli, bu müştəri qərar verib bunu almağa, atıb səbətə nə vaxt alacam bunu, tamam? Bəli. İndi biz onun səbətə atdığı məhsula belə bir endirim şey gətirir ki, tutaq ki, bu gün alsan, atıram indi burada 29-da, gəlin bunu dəyişək. Deyirəm ki, 29 yox, burada adı dəyişir, yəni gözün. Okey. 13. 28 oldu dəqiqə. Ha, bu may. Aprelin 15-i. Okey. 23 saat qalıb indirimin bitməsinə, okey. Adam görür ki, mənim səbətə əlavə etdiyim məhsulun indirimin bitməsi 23 saat qalır. Girim tez burada məhsulumu alım. Tamam? Baxın, bu hissədir. Bəli. Necə? Ha, Pro'da Pro versiyada bəli, bunlar hamısı açıqdır. Ondan sonra nə bilim, burada başqa nə edə bilərsiniz? Baxa görə bununla rənglərini buradan background rəngini dəyişə bilərsiniz. Ondan sonra burada çox şey var. Hərəkət effekti məsələsində deyirsən ki, scrolling effekti olsun. Görəsən da nə olur? Səhifəni də aşağı yuxarı girin. Aşağı yuxarı düşürəm. Buradan dizayn əmrinə dəyişdirəm və qurtarmaq lazım, demək lazım. Belə qaldı. Hərəkət effekti yaxşı. Onu da göstərək. Onlar nəysə option. Sildim belə düzəldə bilərsən. Amma yəni üzərində işləyə bilərsən. Peşində eləməsəniz öz dizaynında qala bilər misal üçün. Ondan sonra bunu silirəm tutaq ki, burada hər bir şey var. Baxın, Elementor Pro-da hər şey var. Görürsünüz?
Hər bir şey, MailChimp var, forum var. Məsələn, adama deyirəm ki, formu doldurub submit-ə basanda, okey, hara gələcək? Belə burada submit seçsəm. Üç olmalı. Okey. Bu hissədə məsəl üçün deyirəm ki, last name yox, misal üçün elə soyad yazılsın. Məsələn, bax, soyad, hə, soyadı. Burada da yazıram ki, soyadınızı qeyd edin. Hansı ki, inputun içində gəlir bu hissə, tamam? Bax, buradadır. Yo, özü avtomatik olur telefonun optimizasiya. Ondan sonra vəssalam, burada da digərlərini də dəyişə bilərsiniz. MailChimp modulumuz var, email marketing moduludur. Ətraflı bir addım keçəcək onu. Hətta onun praktikası da var. Məsələn, sən MailChimp vasitəsilə toplu şəkildə email göndərirsən, buradakıların hamısını bəli. Var. Ondan sonra tutaq ki, deyirəm, formu da istəmirəm, məsəl üçün, başqa nə maraqlı var. Yəni, burada dediyim kimi, funksiyonalıq çoxdur, okey. Sizə hansı lazım olarsa və ya gəlib bir baxasınlar, bu nədir, bu nədir. Mən də, misal üçün, həmsini tam istifadə eləməmişim, tam dəqiq bilmirəm, misal üçün, hansılar nədir. Ondan sonra, açıq qapı görün, var mı burada? Nədir? Neyse, bu dəqiqə batınlardır. Batın kimi bir şeylərdir, nələr çıxmıyor. Okey, nəysə. Burada funksiyonlar çoxdur, tamam? Yəni, Elementor'ın bir dənə əsas üstünlüyü budur, tamam? Və yaxud da ki, misal üçün, mən ana səhifəmdəyim hal-hazırda, gəlirəm yuxarıda SEO hissəsi də var, tamam? SEO hissəsində kliklədim, deyir, sənə hal-hazırda ana səhifənin SEO-su 100-dən 89, yəni yapılır, tamam? Bu mənim üçün okeydir, misal üçün. Rəqəmsal marketing keywordünə hədəflənmişəm. Görək, misal üçün, neçənci yerdə çıxardır, rəqəmsal marketing. 3-də çıxardır, məsəl üçün, okey? Şimdi o kopyalayıb Ctrl Shift L-lə bundan baxar. Necə? Ctrl Shift L eləyim mən. Burada Ha? R N. Ha, indi bir də yazır. onun üstünü götürür. Buradan başqa Gmail'dən yoxlayayım. Orada tez axtaram deyə olur, yoxsa? Başqa Gmail-lə yox. Emanat. Bu qədər düşməli deyildim axı. Nə o? Bu. Nədən nədir? Nerede yazır? Nəysə. SEO zaten dəyişən bir şeydir. O sözsüz, o zaten həmişə olur. Müştərinin davranışına görə çıxardır, amma bu qədər ikiyə getməməlidir. Deməli, nəsə optimizasiya eləməliyim. Tamam. Zaten SEO moduna görə sizə optimizasiya eləməliyəm. Baxan kimi bilinir sözünüzü. Bunu oxuyanda bilinir nə optimizasiya eləməliyəm. SEO faktorundan indi görəcəksiniz o sizə. Yes, birinci yazmalıyım. Əsas sözümü birinci yazmalıyım, bəli. Sağlık durumu nerede o? Failin adını mı var? Update. Sağlık durumu. 100 günden bir veriyordu bir ekran. Bunu deyirsən, yoxsa bu SEO-nu göstərir, web-sayt göstərmir. Sənin səhifəmin SEO-sunu göstərir ki, 100-dən 89. Web-sayta baxmaq üçün PageSpeed toolundan istifadə edirsən. SEO-da keçəcək var hamısına. PageSpeed. Ondan sonra burada sənə SEO faktorlarının bir özü deyir. Məsəl üçün deyir ki, bu X-dir, bunun SEO faktoru olunmuyor. Bu X-dən bir də niyə mənim SEO zəifdir? Bu ana səhifədə yaxşı yadıma düşdü. H1 yoxdur. H1-in nə olduğunu SEO moduluna keçəcək. Admin paneldə ana səhifədə H1 yoxdur. Baxın. Bu extensionlar falan hamısını keçəcək SEO modulunda. Bax, headingə gəlirəm. O gözə H1-ə 0 yazır. Ən əsası budur zaten SEO-da. Bu yox, indi yazmaq istəyir, düzdür. Ondan sonra başqa nə var? Deməli, vəssalam, yəni, bu Elementor'ın üstünlüyüdür. Yəni də Elementor istifadə eləməyə bilərsiniz. Bu tam sizin öz istəyinizə bağlıdır ki, sizdə WordPress-in funksiyonallığı rahatdırsa, oradan davam edə bilərsiniz. Ondan sonra
Gəldik yenə də WordPress-imizə. Burada başqa nələr var? Burada bir də nə var? Ən əsas məsələlərdən biri. Əgər siz saytınızı, web saytınızı yeni qurursunuzsa və yaxud web saytınızın üzərində müəyyən bir işlər aparırsınızsa, tamam. Normalda ən düzgün qayda nədir? Həmin ərəfədə web saytınızı bütün axtarış motorlarına bağlamalısınız. Okey? Yəni necə bağlamalısınız? Atıram, siz bir template almışsınız Envatodan və ya WordPress-in öz template-lə istifadə edirsiniz, tamam. Götürdüyünüz template, istifadə edədiyiniz və ya aldığınız template fərqli bir məhsula aid olacaq da, çox güman, düzdürmü? Yoxsa template dizayn xoşunuza gəlib deyə onu alırsınız, öz məhsulunuza uyğun dəyişirsiniz, tamam. Və siz onu template alıb saytınıza quraşdıranda o aktiv olur. Necə biz keçənlər Astra'nın saytı quraşdıranda template sıraz aktiv oldu deyə saytımız gelib qıraqda yazanda çıxırdı Astra saytımız, tamam. Misal üçün Sevda saytının aktivinin saytını deyim. Bax, Sevdanın saytı budur, tamam. Və indi axtarış motoru botları, Google botu deyək. İndi axtarış motoru deyəndə hamısını götürün. Yandex, Bing, falan, Opera falan bakıyor. Hərəsinin özünün ayrıca botları var. Axtarış motoru botları gəlir sayta. Görürəm, bu sayt İngilis dilindədir. Nə bilim, bu nə hansı məhsulun saytıdır? Bura baxın, nə başa düşürlər? Nə bilim, biznes arzularını gerçəkləşdirir falan. Yəni, biznes konsultasiyası kimi bir web saytdır. Və götürür bu web saytı elə başa düşür. Atır öz listinə, web saytı listinə. Deyir ki, bu da mənim biznes konsultasiyası verən listim, bir web saytımdır. Okey? Amma sən bu web saytı halbuki dəyişib, akademiya web saytı eləyərsən, misal üçün deyirəm. Və yaxud nə bilim, qolbaq satarsan bu web saytda. Amma bu web sayt Google'un məqsədində nə olacaq? Biznes web saytı olacaq, okey? Bu düzdür, həmişə belə qalmır zaten. Sən qolbaq saytı elədin, amma bunun Google'un tanıması zaman alır ki, orada. Və sən zamanından itirmiş olursun. Çünki Google vaxtı ilə buna gəlib, görüb bu web sayt biznes web saytı, biznes konsultasiyaları verir. Bax, burada var zaten. Grafik dizayn xidməti verir, branding dizayn edir və s. də, tamam. Sən də indi onu qolbaq kimi işlədirsən. Və o Google'un gəlib bu saytı qolbaq kimi tanıması biraz zaman aldı ki, orada. Bəli. Yəni biz indi məqsədimiz nədir? Axtarış motorlarına biz web saytlarımızı bağlayırıq, web saytımızı qururuq, hazır edirik, ondan sonra açırıq, tamam? Bunu da necə edirik? Gəlirik admin panelimizə. Gəlirik admin panelimizə. Admin paneldə aşağıda ayarlar hissəsi var. Ayarlar hissəsində oxuma var. Oxumaya klikləyəndə, baxın, indi aşağıda var. Deyir ki, axtarış motoru görünürlüyü var, tamam. Burada da yazıb ki, deyir, axtarış motorları bu saytı indekslənməsinə əngəl ol, maneə qoy ki, indeksləməsinlər. İndeksləmək nə demək? SEO-da keçəcək, indeksləmək Google-da çıxartmaq deməkdir. Tamam. Yox, önə yox. Google-da çıxartmaq. Fərq yoxdur. 70-ci çıxır, 50-ci çıxır, amma Google-da çıxır bax. Tamam. Bu demək bu indeksləmə. Bu da deyir ki, Google botlarının bunu indeksləməsinə maneə ol. Yəni, qoyma ki, indeksləsinlər. Okay? Mən bunu aktivləşdirsəm, qayd eləsəm, saytım axtarış motoru botları tərəfindən görünməyəcək. Və sən o saytı gedib qıraqda yazsan, açmayacaq sayt. Tamam. Elədin Sevda? Açıldı? Necə açıldı? Bəlkə keşdə qalıb ola bilər. Bir də o kontrol shift'lerindən yoxlayır. Belə çıxmır, prosta Google'dan şeydən çıxmayacaq da. Google'un özündən axtarır. Bəli, düzdür. Sorry, düzdür. IP-də də Google'un indeksdən bax, burada zaten yazır. Mən niyə elə yoxladım? Google'un bax, burada özü yazır. Deyir, bu saytı indekslənməsinə əngəl ol. Okay? Yəni, Google'da saytı belə axırında çıxacaq. Sadəcə indekslənməyəcək. İndekslənmək nə deməkdir? Yəni, bax, burada çıxmayacaq. Atıram, Sevdən Məlikzadə yazdın, düzdürmü? Düz yazdım, Məlikzadədir. Belə yazanda, misal üçün, bax, bu hissədə çıxmayacaq. Serp hissəsində görsənməyəcək. O deməkdir. Okay? Bu demək. Yaratmaq falan gerekir. Necə? Bana değil, sorgun. Hadi. Table. Ha. Harda table? Bir dənə nümunədə baxa deyim.
Yəni onu aktivləşdirsəz, web saytınız burada, yəni SERP hissədə indekslənməyəcək, okey? Yox, nə yazım deyib nə? Yox, bir sən elədin, çünki indi elədin ona görə. Bu dəqiqə elədin. Yox, həm də bu dəqiqə eləmirsən, ola bilər çıxa bilər. Çünki neçə gündür dünəndən bəri də. Dünəndən bəri misal üçün necə? Keşində qaldı. Hə, dünən ola bilər keşdə qalıb. Bir də inkognitodan da yoxla. Gizli pəncərədə yoxla burada. Sol mesela canlıların yüzüne. Adı panelde Necə? sen de mesela gönderiyi Hı. panelde Aha. Çıxdı yenə də. İndi eləmişsən ona görə. Sənə o formu dolduran lazımdır. forumda yani forum yaratmak olur yani. Ha, bayaq zaten onun üstündən keçdik, deyil mi? Gözlə. Taşı mesela burada girəndə görsəndə işin nəsə iyi olur. Yes. Bayaq onun üzərindən keçdik. Gözlə bir dəqiqə gəldim. Sonra bunu oradan elə görmək olur. WordPress sabah böyle bir yana düşürlər ki, müraciət edib falan. Onu bu hissə də var. Bax, bu hissə də var. Düzdür. Aha. Elə bir dənə bura. Adı nədir? Forum 2 idi, forum 9 idi. Səhv bir dəqiqə baxım deyirəm. Bax, forumsun özünü, bax, bunu yüklə bilərsən, tamam. Forum yana. Hə, bəli, bunu yüklə, bir də tapdım. Bax bu. Kontakt forum 7. Okey. Müraciət edəndə də eyni bax bunu yüklədin. Bax gəlib desə məndə yüklənməlidir, bir dəqiqə baxım. Bax yüklənsə də quraşdırılmıyor bu anda, bir dəqiqə. Elə bu hissəyə düşür, üstünə klikləyəndə ha, bir də tapdım. Bax, bu quraşdırılmayıb da elə bir, tamam. Bunu quraşdıran sonra üstünə klikləyəsən, bütün hamısı orada görsənəcək. Kim müraciət edib? Bəli, hamısı burada görsənəcək, bəli. Bəli. Ondan sonra başqa nə var burada? Eləyimsi necə işləmişdik biz? Deməli. Eləyimsini necə işləmişdik biz bura? Bunu da izah etmək istəyərəm. Görüm də var mı bu? Aha. Bir də var, bunu yaz şeydə deyirəm, SEO-da deyirəm. Şimdi desəm beyninin yanacaq eləyimsini. Çünki SEO-ya aiddir bu. Bunun yəni indi SEO-nu bilmirsənsə bunu yükləmədən misal, tamam. SEO-ya aid olan bir tooldur ona görə. SEO modulu düzdür, ağır modul olacaq. Çünki zaten hər şey oradadır. Belə. Başqa heç bir şey ehtiyac yoxdur. Ən vaciblər bunlardır. Zaten də əgər ki web saytınıza nə əlavə eləmək istədirsə də, hardan yükləyəcəksiniz? Enter hissəsində istədiyiniz şeyi yazırsınız və sonra buradan da yüklüyorsunuz. Məsəl üçün pop-up, join chat olsun, fərqi yox. Pop-up yazıram, bax deyib belə bir pop-up çıxacaq sayta girəndə. Bunu yükləyə bilərsən, nə bilim, join chatı yükləyə bilərsən. Bəli, yəni hər zaman. Necə var? Siz nasıl istədiniz? Mən join chat necə eləməm, yəni sual verir. Olmur başqasında. Başqa nə şey demək istəyirəm ki, Yox, WordPress saytlarda join chat istifadə edirsən. Amma developer yığanda developer əlavə edir. Yes. Ondan sonra mən bunu istifadə edirəm join chatdə. Yəni nə istədirsə, hər bir şey buradan yükləyə bilərsiniz, tamam? Sayt Okey. Deməli. Yəni link adından çıxıb var. Deməli. Deməli.
Okey, başladıq. SEO modulumuzun materialında bu dediklərimizi keçəcəyik. SEO-nun tərifi nədir? Web saytın ön sıralarda görünməsi üçün, axtarış nəticələrində daha çox görünür olması üçün yaradılan strategiya ola bilər və yaxud da ki, edilən optimizasiya ola bilər. Tamam? Yəni, qısacası, məqsədimiz nədir? Axtarış motorları, axtarış yerlərində web saytımızın öndə olması. Budur. Bu iki cür baş verə bilər. Axtarış motorlarının öndə olmaq iki cür baş verə bilər. Biri ödənişli, biri də ödənişsiz. Tamam? Bəli. SEM və SEO deyirlər buna. Yes, sponsorlu. Tamam? Ödənişli olan zaman nə olur? Ödənişli trafik gəlir. Yəni, saytımıza daxil olanlar reklam vasitəsilə daxil olurlar. Tamam? Ondan sonra qısa zaman ərzində çoxlu sayda trafik alırıq və qısa zaman ərzində satışlarımız artır. Okey? Reklam bitəndən sonra hər şey əldə əvvəlki vəziyyətinə dönmüş olacaq. Amma ödənişsiz şəkildə olan, yəni sırf SEO eləyəndə sənin saytın daimi olaraq qalır yuxarıda. Ona görə də daimi pulsuz trafikin olur, pulsuz uzun zamanlı trafikin olur və uzun zamanlı da daimi satışın olur. Məsəl üçün, mən gəlirəm, elə vitamindən yənəlmə gətirəcəm, atıram, buraya yazılan vitamin misal üçün deyirəm, sifarişi, düzdürmü? Bax, bu web sayt artıq ikinci aydır ki, ancaq bildədir. Mən burada SEO-nu dayandırsam, əgər mənim rəqiblərim heç biri SEO eləməsə, yəni onlar da dayanıblarsa, mən üçün daimi burada birdə qalacaq. Okey? Yəni, daimi olaraq kimsə vitamin sifarişi yazanda, mənim daimi burada müştərim var. Və yaxud vitamin sifarişi olmasın, uşaq vitaminləri olsun. Yaxşı, Rağın sözü olun, qoy bunu başqa bir gizli səhifədə axtaraq. Aha, uşaq vitaminləri yazdıq, 3-də çıxdıq məsələn, okey? Yəni, bu daimi üst sırada çıxacaq. Və yaxud yazıram bura, böyüklər üçün vitamin kompleksi. Yenə 1, 2, yenə də 3 və 5-də, okey? 3 və 5-də mənim saytım çıxır. Yəni, qısacası, mənim bu müəyyən keywordlər var ki, onlardan daimi satışım və daimi trafikim var. Tamam? SEO-nun zaten üstünlüyü buradadır. Ondan sonra 3 növ SEO var. On-page SEO, off-page və texnik. Eşitmər olub bunlardan birini. Okey. Nasıl deyil, on-page nə? On-page səhifənin daxilində olan SEO-lardır. Hə, yes. SEO-lardır. Bəli. Off-page isə o, misal üçün, səhifənin linkini hardasa kullanmasına görə. Yes. Texnik olur ki, Texnik. Okey. SEO-nun üstünə bax, on-page, off-page və texnik SEO. Bunlar nə deməkdir? On-page SEO, yəni ki, saytımızın daxilində gördüyümüz SEO prosesidir. Saytımızın daxilində görürük bunu, tamam? Admin paneldə deyək görürük bunu, okey? Admin paneldə elədiyimiz saytımızın daxilində, loru dildən də desək, saytımızı daxil olanda nə görürüksə, okey? Onu SEO uyğunlaşdırma eləsək, o on-page SEO sayılır, okey? Saytımıza daxil olanda nə görürüksə, onu SEO-ya uyğunlaşdırsaq, o on-page optimizasiya sayılır. O, yəni on-page SEO sayılır daha doğrusu. Bu funksiyalar hamısını gələcəm artıya qayıdıb. Off-page SEO nədir? On-page nə idi? Saytımızın içində SEO daxil edəndə. Off-page isə saytımızın xaricində, qıraqda SEO işi görməkdir. Atıram, hər hansı bir xəbər portalından öz saytıma backlink alıram. Okey? Məsəl üçün, oxu.az mənim saytım haqqında xəbər paylaşır və orada mənim saytıma keçid verir. Tamam? Bu backlink sayılır. Tamam? Və mən o saytıma daxil olmadım. Oxazla qıraqda danışdım. O da ayrıca mənim heç saytıma daxil olmadı. Özü blog yazdı öz saytında. Bir dənə orada iş nə oldu? Mənim saytıma link verdi. Məlumat saytda mümkündür. Məsələn, Facebookda olur ki, spot səhifələri mənbə paylaşırlar. O mənbə olan web səhifələr özü elə off-page sayılmır. Bəli, off-page sayılır. Oxazı misal üçün burada zaten yazmışam. Sosial media ola bilər. Sən dediyin məqam, okey? Facebookda kimsə paylaşa bilər. Deyər ki, məsələn, mən bu saytdan almışam bu məhsulu. Trafik çəkir oradan, tamam? Nə bilim, backlink ola bilər. Yəni, qısa məqsədimiz nədir? Məqsədi qısa izah edeyim.
web saytımıza heç bir iş görmədən qıraqda X bir iş görüb web saytımıza trafik çəkiriksə, bu off-page SEO'dur. Tamam? Qıraqda hər hansı bir iş görüb web saytımıza trafik çəkiriksə, yes. Avtomobillərimizin üzərində mən biz öz web saytımızı yazmışıq. Aktiv biraz reklam oldu. Aha. Sayılır. Əgər oradan bəli trafik gəlirsə, yes, off-page sayılır. Bəli. Ondan sonra affiliate marketing bilən var nədir? Yes, bəli. Misal üçün, bəli, influencerlar Trendyolun linkini paylaşırlar, girin bu linkdən məhsul alın filan. Bax, o affiliate marketingdir. Yəni, sən o linkdən girib məhsul alsan, o məhsulun müəyyən faizi həmin influencerə gedəcək. Okay? Affiliate marketing odur və bu nə olmuş olur? Trendyol üçün müəyyən trafik çəkilmiş olur qıraqdan. Bu da off-page SEO sayılır. Tamam? Ondan sonra bir də var texnik. Bir də gəlib. Yo, link UTM source'dur. Zaten UTM source biz demişdik bir dəfə sizdə. Necə bilirdilər? Nəyi mənim, nəyi? Meta reklamları verəndə, mənə bilzəməli də sonra. Meta reklamları verəndə, meta reklamları bir dəfə soruşmuşsunuz ki, ən sonuncu mərhələ var, reklam mərhələsi. Metrika. Orada ən aşağıda link yeri var idi. Meta reklamının ən aşağıda. Hə, və Sual mənim mənim. necə? Sual mənim mənim. Sual yəni o nə idi? Link koy, faydalı link koymayı yerləşdirmək olar. Kampanya Yəni onu niyə edirdik? Yəni məqsədimiz nədir onu eləməkdə? Düz deyirsən. Biraz da yes, hardan gəldiyini müəyyən etmək üçün. Bax, məsəl üçün UTM source deyilən bir proqram var. Bunu zaten keçmişdik, okey? Burada əgər influencerlarla işləyirsinizsə, hər influencerə ayrıca link yaradıb verirsiniz. Məsəl üçün, tutalım ki, bax, kodun ana səhifəsini kopyalayıb bura yapışdırıram, düzdür? Burada reklamı harda edirəm? Məsəl üçün deyirəm ki, atıram influencer reklamı. Tamam. Mənbəsi nədir? Influencer reklamı. Tamam. Burada influencerin adını yazdım. Tutaq ki, kim reklam edir mənim atıram kodunu. Məsəl üçün deyirəm, bir də influencer adı deyin. Talih Yüzbayov. Belə yazılır. Belə yazdım da, neysə. Talih Yüzbayov yazdım. Tamam. Bu influencer reklam edir. Hansı məhsulumu reklam edir? Məsəl üçün SMM xidmətimi. Nə məhsulunuz? Kakos? Kakos nədir? SMM xidməti. Aha, SMM xidmətimi reklam edir. Tamam, məhsulun adını da yazdım bura. İndi baxın, aşağıda mənə bir dənə UTM link verdi. Bax bunu. Bunu kopyalayıram. Başqa təbdə açıb həmin linki, yəni də mənim ana səhifəmə atır. İndi burada hər nə edirəm? 10 dənə influencer reklam vermişəmsə, hamısını bir dənə burada adını dəyişirəm. Talihin linkini düzəltdim, atdım Talihin özünə. Ondan sonra gəlirəm buradan Alixanın linkini düzəldirəm. Yəni də aşağıda link kopyaladım, atdım Alixana. Okay? İndi hər influencer də öz linkindən istifadə edir də, tamam? Bax, dəyişəndə mən link də dəyişdir. Hə, burada Alixan yazdım. Bax, görürsən Alixan. Hə, bu özü paylaşırım. Mən indi Google Analitika modulumuzu seçəcəyim. Google Analitikadan girib baxanda orada görürəm ki, bu qədər adam Alixandan gəlib, bu qədər adam gəlib, okey? Çünki hərəsinin ayrı linki var orada. Hə, bəli, bu da peşə gedir. Yaxşı, mən Hə, onu da bildim, bəli. affiliate marketingdə influencer dediniz, influencer influencer. Fərqləri yoxdur onların. Məsələn, marketingdə başqa cürdür, social media başqa cürdür. Affiliate Yox, onun fərqi var. Affiliate neyini? Sənin linkini paylaşır, tamam? Və yaxud Məsələn, dediyimizdir. Influencer isə Deyir elə bir sayt var. birbaşa sənin reklamını eləyir. Okey? bu mən affiliate-də mən reklam verdim. Yox, affiliate bax. Affiliate Burada məsələn qoyur Tembu'nun ki, mən bunu Tembu'dan almışam. SEO-nun affiliate marketingi. affiliate Trendyolun linkini qoy. Girin nə istəyirsə elini alın. Mən fərqi yox. Amma əsas odur bu linkdən girin alın. Okey? Trendyola girirsən, atıram heç influencerin paylaşdığı bir şeyi almırsan. Prosta Trendyola onun linkindən girirsən, ayrı bir məhsul alırsan. Bu affiliate-dir. Amma influencer reklam məsələn, bir dənə influencer məhsulu reklam etsə, girib həmin məhsulu alırsan. Okey? Promo kodları influencer marketingi. Promo kod, bilmirəm, onu görməmişəm. Mənim adımdan girəm, bu promo koddan 20% indirim yaralanır məhsulda məsələn. Affiliate-dir. Affiliate-dir. Bir məhsul da mənim. Yox, orada məsələ başqadır. Influencer sənin atıram, SMM xidmətini reklam edir, tamam? SMM xidmətini reklam edir ki, girin, nə bilim, bu saytdan SMM xidməti yararlana bilərsiniz. Mən influencer ödənişi əlbəəl verirəm. Deyirəm ki, bu sənin 500 manatın mənə reklam edin, çox sağ ol. Affiliate marketingdə isə
faizlə işdir. Tamam? Yəni influencer bir link paylaşır, X bir link paylaşır. Mən o linkdən girib saytda hər hansı bir məhsulu alsam, onun faizi gedir influencerə. Tamam? Arasındakı fərq budur. Başa düşür. Texniki SEO var. Texniki SEO isə əsas hissədir. Tamam? Saytın texniki tərəfidir. Yəni saytımızın texniki tərəfində problemlər olarsa, bu iki faktoru eləməyə dəyməz. Tamam? Ondan sonra SEO strategiyasını eləyən zaman ilk öncə başlanılır texniki SEO-dan. Tamam? İlk birinci addımımız texniki SEO-nun bütün faktorlarını eləmək və yaxud da ki, çek eləməkdir, nəzərdən keçirmək ki, düzdürmü, səhvdürmü? Tamam? Texniki SEO-nu bitirəndən sonra gəlirsiniz 10 page SEO-nu edirsiniz. Okay? 10 page SEO-nu bitirəndən sonra artıq siz web saytınızı SEO eləmək olursunuz. Okay? Ekstra bir SEO eləmək də off page SEO. Yəni ekstra deyimiz nədir? Zaten onsuz da 10 page SEO-nu eləyəndən sonra saytınızın çox hissəsi başlayacaq birdəkidə çıxmağa. Okay? Amma yox, deyirsən ki, mən bezmədim, ekstra da SEO eləyirəm, o zaman off page-dən istifadə edə bilərsiniz. Tamam? Backlink məsələsi var. Backlinklərin əvvəllər SEO üçün önəmi ən böyük faktoruydu. Tamam? Ən böyük faktor backlink almaq idi. Amma indi elə də önəmi yoxdur backlinkin. Yəni alsaz bunlar, almasaz bunlar. Sorun deyil. Okay? Gələk indi 10 page SEO-nun faktorlarından. 10 page SEO-da var alt taglər. Alt taglər nə deməkdir? Yəni mən tutalım ki misal kursu. Tutalım ki, məsəl üçün, rəqəmsal marketing kursu haqqında blog yazmışam. Düzdür? Mən indi alt tagi istifadə etməliyəm. Bu SEO faktorudur, tamam? Alt tag sənin səhifəndə olan X bir şəklin kod hissəsidir. Yəni, bir növ biz həmin şəklin kod hissəsinə alt tag əlavə edirik ki, Google botları və yaxud başqa axtarış motoru botları bu şəkli görəndə bu şəklin nə olduğunu anlasınlar. Deməli, göstərdim nümunə. Alt tagin məğzi o oldu ki, alt tag, bu mənim website X bir şəkildir. Mən bu şəkli Google botda tanıtmalıyam. Okay? Google botu gəlib bu şəklin üzərindən belə keçəcək yoxsa. Okay? Yəni, baxmayacaq şəkil. Çünki tanımır. Və yaxud da ki, şəkilə baxır, loru da izah edirəm. Elə düşün ki, bir dənə şəkildə bax, şəkildə hər şey Çin dilində yazılıbdır. Tamam? Və bir dənə saytın da funksiyonluğu var. Şəkildə tərzinə sən baxanda şəkildə Çin dili tərcümə olur Azərbaycan dilinə. Okay? Alt tagdə o həmin şeyi Google botlar üçün eləyir. Şəkildə baxır, heç də başa düşmür. Amma alt tagi görən kimi deyir ki, bu şəkil bu mövzu haqqındadır. Tamam, belə başa düşür. Məsəl üçün, mən indi baxmaq istəyirəm ki, bu şəklin alt tagi nədir? Çox şımaq bəli, elə oldu. Və yaxud bəli. Yes, bəli, asas söz. Gəlirəm şəkli və yaxud bəzən saytları burada üstündə yazılmır da, tamam. Sağ düyməni klikləyib inspekti vuranda, bax, burada bizə image alt hissəsi olmalıdır. Yaxınlaş bilək. Bax, bu hissədir, görsənir. Alt title-da yazılır, rəqəmsal marketing kursu. Yəni, Google botları bu şəklə baxanda görsün ki, bu şəkil rəqəmsal marketing kursu haqqında bir şeydir. Tamam. Ondan sonra aşağıda başqa nə var? Belə bir şəkil var. Tamam. Görsən, burada scroll gətirirəm, çıxmır o, sən dediyin keyword. Alt tag çıxmır. Nə edirəm? Yəni, inspekti kliklədim. İnspektdən baxıram, görürüm, bu şəklin alt tagi nədir? Bax, alt tagi, bax, görsən, orada görsənir, alt yazılır. Rəqəmsal marketing yazısı burada çıxdı. Marketing kursu. Tamam. Yəni, Google botu, mən alt tagi yazmasam, okey. Google botu gəlib, bunun üzərindən belə keçəcək, tamam. Doğru da dizayndan, indi. Amma, yox, alt tagi yazsam, gələcək burada dayanacaq, bu şəkildə oxuyacaq, ondan sonra keçəcək. Bu bizə nə üstünlük verir? Məsəl üçün, atıram, məhsullar üzərindən gedək, misal üçün, gəlib buraya yazıram. Bunda üstünlüyü verə bilər, məsələn, Google-a girib o rəqəmsal marketing. Aha. Bu deyil, elə sən deyən göstərim indi, yes. Və görsən, vitaminlər mənim şəklimi önə çıxarıb bu məhsulumu. Niyə? Çünki bu məhsulun alt tagi işlənilibdir, okey? Və yaxud misal üçün, görsəllərə gəldik, okey? Google daha çox sənin şəklini başa düşür burada.
Başa düşür və sənin şəkillərini önə çıxardır. Keyword'ün əlaqələndirir də göstərir. Yes, bəli. Bizim də məqsədimiz nədir indi? Bizim də məqsədimiz bu şəklin və yaxud X bir şəklin alt teginə həmin şəkli izah eləyəcək bir keyword yazmalıyıq. Okay? Ki, mənim bu bloqu yazmaqda məqsədim nədir? Rəqəmsal marketinq kursunda qabaqda çıxmaq. Düzdür? Bu mənim keywordümdür. Və bunu hər şəkildə əlavə eləməyim də düz olmaz ha. Okay? Rəqəmsal marketinq kursu sözünü hansı şəkillərə əlavə edirəm ki, o şəkildə baxanda kurs mesajını alasan. Mövzu ilə keyword Bəli. kontekst olsun. Şəkildəki mövzunun yazıldığın alt tek bağlı olsun. Amma alt tekdə də keyword olsun. Okay? Asas söz olsun yəni. Məqsəd budur. Gerçi mən bir şey deyim. Hı-hı. Bir də tutaq ki, biz alt tag işləmirik. Tutaq Instagramda, Facebookda, bir web səhifədə belə bir musiqisi ilə və masterin şəkli yazılan master. Görsəllərə baxan görürəm ki, Wikipedia'dan olan masterin şəkli ən üstlədir. Onun alt title'ını Wikipedia məşğulu yerləşdirən, o məqaləni yerləşdirən adam 100% alt title yazır. Yoxsa o daha çox axtarış motorlarında klikləndiğinə görə olur. Yəni, o da, bəli, onu dedim. O nüans ola bilər. Tamam. Alt titlesiz ola bilər. Ola bilər, bəli. Baxırlar, Google botu baxır ki, adam bu keyword'ı axtarır. Axtardıqdan sonra adamların çoxusu bu şəklə klikləyir. Okay? Orijinal başa şəkli özü başa düşməsə belə görəcək ki, bu şəkil bu insanın ehtiyacını qarşılayır. O məqamda ola bilər. Alt tagin aldığını bildiniz. Türk Alt- videoları kısa- eləmişləri, Google'da yazılır şaka gözü, YouTube'un şəklə çıxardır. Alt taglərdən istifadə edib seyir Ola bilər. Alt tagi necə əlavə edirik? Deməli, alt tagi əlavə etməyimiz üçün əgər saytı developer yığıbsa, okay, eyni qaydada. Burada baxın, sayt SEO-nun faktorlarının çoxsunda hər şey developer eləyir. Sadəcə sizin işiniz ondan tələb eləməkdir. Tamam? Atıram, developer deyirsiniz ki, qardaş, mənim saytımda şəkilləri alt tag əlavə eləmək lazımdır. Okay? O da deyir ki, yox, web saytda 1000 dənə şəkil var, kimdə onun alt tagini yazan bir-bir, düzdürmü? Onda nə edirlər? Gəlirlər, deməli, developerlərdən danışıram. Kod hissədə şəklin alt tagindən şəklin kompüterdəki adını dinamikləşdirirlər. Yəni, mən gəlirəm şəkillərimə, düzdürmü? Mən bu şəkli, bax bu şəkli, sayta əlavə edirəm. Okay? Bu şəklin adı nədir burada? Marketing, kitab, mötərizdə 1. Tamam? Mən bu şəkli sayta əlavə edəndə, developer bunu avtomatlaşdırıb deyə, bu şəklin avtomatik alt tagi də bu olur. Aydın oldu? Yəni, bir də gedib bir-bir yazmırsan, misal üçün. Yaza bilərsin, o ayrı məsələ. O heç. Yoxsa sən öz vaxtını qısaldırsan burada. Yəni, bir də deyirəm, ora 10 dəqiqəmi itirim, 5 dəqiqəmi itirim, yazmıram da, tamam, bəli. Bir də deyirsən ki, developerə ki, mənim saytımı yığanda şəkillə alt tagi birləşdirir ki, avtomatik özü yazılsın, tamam. Mən o alt tagi istəyəndə, gəlib burada şəklimin adını dəyişib sayta əlavə edəndə, şəklimin adı nədirsə, alt tagi də o olacaq. Okay? WordPress-də isə, mən burada WordPress-dən çıxmamışım. WordPress-də isə, gələn taşı bir bloqun üzərindən gedək. O bir silin. Uğursuzdur, hani. Yox, bunu tələbələr yazırdı, mənim saytımda bloqlar yazırdılar. O axıra kimi yazamadı. Bu da düzgün eləmişdi, 24 deyil olsun. Aha, bax, məsəl üçün, burada, Dipsik nədir adlı bir blog var, düzdürmü? Daxil oluram bloquma, indi bloqda, bax, bu şəkil var, düzdür? Bu şəkildə buradan girəməyəcəm, dəqiqə. Dipsik adlı bloqumda bu şəkil var, hansı Dipsikin əsas şəklidir. Amma cover, yəni üst hissə şəklində. Bax, o şəkil buradan əlavə etmişəm. İndi mən bu şəklin üstünə klikləyirəm. Mən burada məqaləmi nə haqqında yazmışam? Dipsik nədir haqqında yazmışam. Bu şəklin alt tagində nə qoymalıyam? Bəli, dipsik nədir qoymalıyam? Google botu başa düşsün ki, bu nə haqqındadır, okey? Və gəlirəm, baxın. Görürsünüz, alternativ mətn. Dipsik nədir? WordPress-də budur. X bir şəkli əlavə edəndə bir dənə bunun alternativ hissəsini də
alt tagi elə düşünün, tamam. Bəzən tələbələr bununla qarışdırır, alt yazı ilə qarışdırır. Alt yazı deyil. Alt sözdür də, bunu saçları. Bəli, alt söz var deyə. Alternativ mətn də alt tag, okey? Alternativ mətn nə yazsaz, həmin şəklində alt tagi o olacaq. Elə başa düşürəm ki, mən dedim, alt title'dır, alt qısaldılmış işte, alternative sözünün alt. Ola bilər, yes, hə. Böyle Bəli. ihtimal yok. Yəqin ki, oldu, bəli. Okey, alt tagi aydın oldu. Gəldi meta description hissəsinə. Kesinlikle. Nə oldu? Bəhs yəni, hamdı, eşiyor, nə oldu da? Dolu məlumatdır. Dolu məlumatdır, yes. Söhbət olur. Karışık səbəb, 8-dən də başlasalım. 100% ki, bizə query keçəndə biz copy paste edirik. Neyse. Altı öğrenci o kendi meta description öğrenirdi. Ama Hydra gələndə üzrə mənim title'dan... Hedra düzdür, Hedra gəlir, Hedra çox gəlir. Burada gəlir şeylər çoxdur ümumiyyətlə də. Baxın, gəlin bu hissəni bitirək, bu 4 dənəsini. O biləri saxlayın. Nikolara, mən də alim verirdim. Ondan sonra gəldik meta description hissəsinə. Meta description bilən var nədir? Yes, bəli. Yəni, məsəl üçün, bura gəldim, yazdım, yox. Ralın deyindən sonra da gəlib burada yazdım. Rəqəmsal marketing kursu yazdım. Amma saytın valla nəsə olub, mən buralarda da öldüm. Mən bilməm, sizlə test eləmişdir, yoxsa mən yuxarıda sıxıldım, Allah. Keçən mən eləyənim, bəli, sizə şöbə, Mənim həqiqətən saytın nəsə olub. Yəni, bu qədər belə olmamalı deyil. Qoy, bir dənə bunu çox xarcı. Bir dənə söz konsoldan baxın, bunun qrafikası. Yəni, bu belə, niyə belə düşübdür? Bu belə deyildi, o. Gözlər, şimdi təriflədim mən saytını. Tamam. 100 sayt almayı. HTTP'ye göre tamam. Düşürüyor hemen. Yox, normal standart gedir. Yox, düşmür. Pus, niyə elə bu düşmür? Dəqiq rəqiblər aklımıza şeydir, bunun başqa yolu yoxdur. Okey. Bir kere rəqəmi də atmıyor aslında. Gelir yoluna ayrılıp bakılır bu arada. Yoxan azı çoxda rəqəm təbii görülür. Nəyinə Sen bak? siz de yapmaya söz söyleriz. Rəqəmsal marketing kursunu. Şimdi beştesin. İnsan nasıl içinde sürgün rəqəmdən. Yo, Elvin reklam verib. Bakın sponsor. Rəqəm verməm, ona görə. Bir ay bir də sizlə. Birisi verirsin. Objektivi ben veririm. Hemen bir şeyi. Upgrading aşağıda. Aşağıda verelim. Yo, baxanda bilirəm, aklımda çox olmuyor. Əvvəlkilər də eyni title'lar qalıb. Baxanda bilinmiş orada. Yo, mənim oldu saat nəsə problem çox kimal şeydən oxuyur bax. Optimization mütləq baxıb öyrəşməli. Yo, bax çox da optimization. Ondan sonra gəldi. Meta description hissəsi onu göstərdim, yadınızda. Meta description hissəsi baxın bu hissədə hansı ki bu başlıqdır, title'dır, tamam? Header deyil ha, title'dır. Header başqa bir başlıqdır, tamam? Bu title'dır, bu hissə. Bu hissə isə meta description'dır, bəli. Bu da meta title, sadəcə title yox, meta title'dır, okey? Bax bu hissə. Bu da nədir? Meta description'dır. Meta elə deyil, yəni adı elədir, adı. Title Meta şey, Facebook metası var. Bəli. Facebook metası. Yox, onun əlaqəsi yoxdur, yox. Bu, yox, title, tək title yox, meta title, mən bəli. Bəli. Bu meta title'dır. Bu meta description'dır. Bizim dildə isə meta başlıq, meta açıqlamadır. Okey? Meta başlıqdır. Zaten baxanda dizaynda görsəniz də bu başlıqdır. Bu da açıqlamadır. Bu bizim gedəcəyimiz URL-dir. Okey? Bu da ki site linkdir. Göz bu içində yoxdur. Bax bunda yoxdur, bunda yoxdur, site linklər. Bax burada mesela bir də Elvində olmalı səhvləmiş site link. Ha, bir də Elvində var. Daha içində yox site linklər. Bax bu da bunlar. Bax məsəl üçün mən bu hissəyə klikləyəcəm. Bax rəqəmsal marketing kursunun bax burada yazılır, üstünlükləri. Bura klikləyəcəm. İndi bloqda məni həmin yerə atacaqdır. Okey? Bəli. Bunu da qoymaq yoxdur deyim. Ben bir söz soruşa bilərəm. Aha. İki dənə linkin fərqli başlıqlarla, meta başlıqla, meta description'la.
bir mesela axtarış elədik, rəqəmsal marketinq yazsın. Hı hı. Top 10'da kodonun 2 dənə başlığı var. Hı hı. İki başlıq ikisi də fərqlidir, Hı amma hı. eyni linkə çıxır. Mümkündür o. Yok, eyni linke yok, mümkün değil o. Bak, integral boyalar yazdım. Bak, nirlat.az, nirlat.az. Okey, hamısı fərqli. Okey, hamısı belə, başlıqlar fərqli və səhifələr də fərqlidir. Mümkün deyil. Mümkündür. Necə? Kolostrum da aşağıda. Ha. Bu zaten nirlat.azı da klik eləyəndə, indi domain vaxtı tutaq deyə işləmir də. Eyni səhifəyə atır. Kolostroma da klik eləyəndə eyni səhifəyə atır. O şey de sablona ingilizde. Hı, sağolun. Aha. Meta description bildiniz hansı hissədir? Okey, keywordlər hissəsi. Keywordlər hissəsi, bəli, açar sözlər. Yəni bizim hər bloqumuzun məqsədi X bir açar sözlərdə qabaqda çıxmaq. Tamam. Məsəl üçün, gəlin vitaminlərə, yəni də dəyişəndir. Keywordlər növləri var, dəyişəndir. Deməli, baxın, mən gəlirəm, deməli, okey, vitaminlərin bu hansı hissəsidir? Söz konsol keçəcək bu, tamam. Yəni burada web saytının qrafikasına baxıram, okey, artma tempinə baxıram, azalma tempinə baxıram və s. Və bəli, həm klik, həm də görüntüləmə üzrədir. Burada da qoy saytımı açım və burada da saytımda da müəyyən bloqlar yazmışam. Okey, inşallah gəlsin. Bax, burada da saytda müəyyən bir bloqlar yazmışam. Bu bloqun məqsədi sayta girən insanlar üçün məlumat xarakterlidir. Amma mənim üçün məlumat xarakterli deyil, mənim üçün SEO-dur. Bəli, okey, daha çox bəli, trafik gəlsin, vaxt keçirsin, yes, SEO faktor. Okey, bax, bu bloqlar və bu bloqların hərəsi müəyyən bir məqsədlə yazılır. Məsəl üçün, bunun məqsədi nədir bu bloqun yazılmaqda? Bəli, vitamin B12 yazanda bu məqsədlə çıxsın, bu məqsədlə yazılır. İndi istifadəsi də gedir, deyir ki, nə qəşəng, vitamin B12 haqqında məlumatlar yazıb olan, da bilmir ki, SEO üçün edirik bunu, tamam. Yəni, ondan sonra bu bloqu yazmaqda məqsədim nədir? Uşaqlar üçün multivitaminlər. Okey? Uşaqlar üçün də əsas, multivitamin ikinci. Yox, keyword uşaqlar üçün multivitaminlərdir. Niyə? İzah edəcəm. Ondan sonra bu bloqu yazmaqda nədir? Təkcə kollagen sözü. Okey? Ondan sonra nə bilim, bax, bu bloqu yazmaqda məqsəd nədir? İmmunitet gücləndirici vitaminlər, düzdürmü? Bax, kimsə gəlib Google-a... Oy, bravo, saçdım, balıqçı gördüm. Okey, bax, bir də çıxır, tamam. Yəni, bu bloq məqsədi nədir? Keywordləri, bəli, müəyyən keywordləri qabaqda çıxarım. İndi, mən bu keywordlərdə, yaxud bu bloqları da durduq yerə özümdən yazmıram. Yəni, demirəm ki, bu günlərim immunitet gücləndirən haqqında vitamin yazırdım. Okey, onu demirəm. Bu keywordləri tapmaq üçün bizə kömək olacaq Search Console. Okey, aşağı düşəcəm Search Console'da, bax. Bəli, yes. Bunlar nə demək? Bax, bu bənövşəyə olan hissə mənim saytımın görünürlüyünü göstərir, görünürlük. Deyir ki, bəli, 3 ay ərzində sənin web saytın 134.000 dəfə görüntülənibdir. Bəli, bu o deməkdir ki, X bir adamlar Google-da nəsə yazır və sən həmin keyword-da yazdığına görə görüntülənirsən, görünür sənin saytın, okey? Burada da deyir ki, bu görüntüləməyə görə 7700 bəli 40 klik olubdur. Okey? Deməli, Google üzərində sizi, məsələn, kodon yazanda 100 nəfər... Bu vitaminlər. Hə, bəli. Yazanda 100 nəfərdən 6-sı girirsiniz. İndi bəli, riyaziyyatı güclü olan təxminən ortalama bir şey hesabdır, yes. Bu da deyir ki, klik də bu görüntüləmənin 5.8%-idir, okey? İndi mən aşağı scroll edirəm. Baxıram, görüm, mənim saytıma girənlər hansı keywordlərdən gəlib girirlər saytıma, okey? Baxıram. Misal üçün, baxıram ki, saç tökülməsinə qarşı vitaminlər 1091 dəfə görüntülənirəm. Girəm bloqlara baxıram, görüm, bu barədə bloqum var, yoxsa yoxdur. Hə, mən nümunə üçün bunu seçsin, dəyişəcəm. Baxıram, görüm, bu haqqında bloqum var, yoxsa yoxdur. Əgər bloqum var, gəlirəm, nə edirəm? Burada klikin faizinə baxıram. Görürəm ki, 13%-dir. Görürəm, faiz də yaxşıdır. Buna dəymirəm, okey? Görək, indi burada neçəni çıxırıq. Mənim çıxmırıq.
Bəli, gələdim o hissəyə. Okey, ikinci çıxıram. Mənə bəsdir ikinci çıxmamda. Zaten ən çox klik top 3 olur. 1, 2, 3 çıxmaqda mənə bəsdir misal üçün. Ondan sonra Büyük markada koymuşsun ama o. Ümit də indi onun da zaten rəqib saymıram. Ümit kodu, tapmaz balı kodu. Onlar bazardır. Çünki mən brandım o hər şey satan bir şeydir də, market kimi gedir. Ona görə onlar rəqib saymıram. Biz yəni şeydir, bir məhsul satırıq. Onlar hər məhsul satan üzrə bir Amazon kimi bir bazardır misal üçün. Ona görə. Öyle değil de onlar ümumi bazarı siz Bəli. sözü sahibini koymuşsunuz. Ona göre. Yəni hə. Ondan sonra bax, var burada böyüklər üçün vitamin kompleksi. Okey? Baxıram ki, yenə də nədir? Klikimin faizi yaxşıdır. Amma əvvəl bu klikin faizi aşağı idi. Burada hansı nüans var? Və bu nüansı yadda saxlayın, öz bloqlarınızda tətbiq edə bilərsiniz. Məsəl üçün, böyüklər üçün vitamin kompleksi keyword var, tamam? Bu keywordlər hamısı Google-da eyni gəlib düşür bura. Okey, yəni bunlar hamısı istifadəçilərin axtardığı asas sözlərdir, tamam? Çox da söz. Nə qədər asas söz var burada. İndi Yani top hayransı dedi bakmak istedim. bu da necə top ayansıdır. Faiz olarak. Burada kliklə yazmaqla bunları izah edeyim. Deməli, baxıram ki, böyüklər üçün vitamin kompleksi asas sözü yazıblar. Və gəlirəm bloqlara baxıram. Görürəm ki, real case, bunu doğrudan olub indi onu danışıram. Görürəm ki, mən böyüklər üçün zaten vitamin yazmışam onun haqqında blog. Okey. Klikdirəm bloguma. Bu metapiksel biraz oldu. Necə? Metapikseldeki sayına göre görelim. Event koymuşsun. Ha, event qoymuşsa görə biləcək zaten. Qoymasan da Google Analyticadan baxa bilirsən. Google yok metapiksel. Ha, Metapixel event qoysan baxa bilərsən, yes. Aha, baxın, böyüklər üçün vitaminlər. Niyə böyüklər vitamin qəbul etməlidir? Böyük vitamin sözünü daim anlaştırırız. Bəli, amma. Böyüklər üçün vitaminlər yazanda, böyüklər üçün vitaminlər. Okey, mənim blogum 1-də zadda çıxırdı, 1-də 2-də falan çıxırdı, tamam. Amma gəlib burada açar sözə baxıram ki, açar sözdə kompleksi sözlər var. Okey, amma mənim blogumda kompleks sözü yox. Mənim blogumda ancaq nədir? Böyüklər üçün vitaminlər. Burada ben insan user böyle diye de engine motorları bilende Aha. böyükler için vitamin sözleri idrak metni olarak kompleks sözü avtomatik çıkma olduğu için. Bəli, ola bilər. Bəli, o hamısı qabaqlı istəyir. O hissədə açar söz araşdırması istəmiz. Ona da dönəcək. Ha, bəli. Yes. İndi nədir məqsədim? Buna ayrı blog yazmaya ehtiyac yoxdur. Çünki bəli, o aslında var mənim böyüklər üçün blogum. Bəli, bu da optimizasiya gedir. Gəlirəm öz blogumu optimizasiya edirəm, aşağıya bir dənə də başlığı əlavə edirəm. Gözümdə qanı o. Böyüklər üçün vitamin kompleks başlığı əlavə edirəm, optimizasiya edirəm. İndi onun haqqında məlumat yazıram. Okey? Yes, aslında yazını düzənləyirəm optimizasiya üçün. Və yaxud elementi düzənləyirəm. Kimi hansı hansısa və yaxud məsələlərlə düzdür. Düzənlədim. Buradan başlayıram onun haqqında məlumat yazmağa. Hətta kompleks sözünü bu hissələr, məsələn, SEO-nun sirləri deyir də, bu hissələri izah edəcəm. Kompleks sözünü burada əlavə eləmişəm, məsəl üçün, okey? Və salam, indi bir optimizasiya eləyəndən sonra gələcək. Google botlarına request göndəririk. Yəni, demiş oluruq ki, qardaş, mən bloguma optimizasiya eləmişəm, gəl mənim bloguma təzdən bax. O da gəlir, baxır, təzədən neyini? Google-a bir də indeksləyir, tamam? Və ondan sonra mən gəlirəm, indi təzədən bir də keyword'ümü yoxlayıram, görüm. İndi kompleks sözünə neçəndə çıxıram, okey? Yenə də görürəm ki, 2-yə qalxmışam və yaxud da 3-ə qalxmışam, okey? Yəni 2 ilə 3 top yerləri mən Ben hədəfləmişəm. ikincide bakıyorum. Buna? İkincide collection'ımız 100% orijinal. Hə, amma dəyişmək istəyirəm o. Nəsə o deyil, pis deyil, hə? Collection'da her şeyi yakın bırakın yani. Aşağı üçüncüde mesela collection'ımız var. Harda? Çünki niyə? Bu məhsul səhifəsidir. O isə Satış səhifəsi var. bayaqçı yazdığım bloqdur. Yox, bu bayaqçı yazdığım bloqdur. Bu isə indi niyə misal üçün atıram, bloq 3-də çıxır, məhsul 2-də çıxır. Halbuki ondan əlavə bloqları yazmaqda X bir məqsədində odur ki, bəli, əsas kateqoriyalarıma altdan təkan verim yuxarı qalxmaq üçün. Okey? Bax, ola bilər, dəyişən. Ya bir
Top 3-ü qarantinləmişəm. Bu 100% okey. Ya 1 ya 2 belə dəyişir. Bax, bloqu yazıram, okey. Amma bloqun yuxarısında o şeyə link vermişəm. Məhsulların hissəsinə link vermişəm. Emin tavırla öğretmiştim. Yes. Və Google-da görür ki, bloqdan bu əsas kateqoriya link olunub, başlayır həmin kateqoriyanın dəyərini qaldırmağa. Okey? Bu linki bloqlarda verməyimizdə məqsəd nədir? Niyə bu linki veririk? Google gəlir bloqa baxanda başa düşür ki, bu linkin məqsədi o deməkdir ki, mən bu bloqu yazıram bu bloqu və bu bloqun içindəki məhsulu almaq üçün insanları bura yönəldirəm. Google botu bunu belə başa düşür, okey? Və yaxud ekstra bir lordu da deyim ki, Google botu bloqu oxuyanda, link görəndə elə başa düşür ki, bloqu yazan şəxs daha çox bu linkin məlumatına etibar edir. Gedin bu linkə, okey? Onun dəyərini daha çox anlayır deyə başlayır əsas kateqoriyalarımızı yuxarı qaldırmağa. Ben bu metnlerini AI'ya yazdırırsınız. Hə, ChatGPT yazdır. Airframe-lə. Hə, eləyir. Və tutun süni intellekt olduğunu. Elə bir insan yazır. Ben süni intellekte nasıl bir prompt verirsiniz ki yapayım? Airframe. Airframe-i keçmişdik də sizlə. Airframe-in ilk promptu ilə. Adını danışmışım. Düzü keçməmiş ki. O neçə söyləmişik? Bax. Keçmişik müəllim, keçmişik. A-Frame Bu ex- hansı prompt müəllim? Bu extension bax, Airframe. Gördün? Bir də bu bilmir. Kusura görmeyin. Bax, gördün kuzu. Teşekkür ederim. Bax, bir də bu. AI filarım peki. Yes, Airframe. Bax, bunu açanda yüzün belə açılır ChatGPT. Promptlarla bircə açılır. Burada 5290 tane prompt var. Hər şeyin promptu var. Yuxarıda var, bax. İnsan əlinə yazılmış, SEO üçün də 100%. Bir dənə bırak ki, özü burada hər şey verir ha sənə. Məlumatı vermir. Bloqu birbaşa SEO uyumlu yazır. Məsəl üçün, Tayla böyle yazdı. böyüklər üçün, indi bir üstünlüyündə deyəcəm onu sizə. Böyüklər üçün vitaminli, düzdürmü? Görək kompleks sözünü verər özü, yoxsa verməz. Ona da baxaq. Bir dənə keyword-ü yazırsınız promptun özünə. Baxın, indi sizə SEO-nun hər bir şeyini verir, hər şeyini. Ha, bax. Birinci, məqaləm planını deyir. H1-in budur. H2-lər bunlar olacaq. H3-lər bunlar olacaq, okey? Kompleks sözü var bunlarda, yoxsa yox? Bak, vitamin ve kompleks. Hani? Bir de kompleks sözü var. Okey. Kalsiyum, magnezyum. Bunlar biçilədir kimi asıl sözlərdə. Dəhşət qızıldır yəni. Bunlar çox axtarılır. Onları belə verib də misal üçün. Bax, hətta yaşa görə bölür. Yaşa görə vitamin 20-30 yazır. Google'a Haş neydi? H heading strukturda o çox dərin yoldur. Okey. Onun ümumiyyətlə keçmək, mən tövsiyə edirəm ki, əlavə bir dənə dərs onun üçün şeyləri. O qədər dərin, çox önəmli bir şeydir o. Aha, bax, başlıqları yazandan sonra keçir onların məlumatlarını. Bax, haşlarla bir yerdə. Okey. İndi üstünlüyü nədir bunun? Siz bunu başdan ayağa kopyalayıb belə saytı yapışdırsanız, eyni burada kimi düşür. Necə haşlar qalırsa, eyni orada da haşlar haqqında. Komut yazıları, tarif. Bəli, hər şey eyni qalır. H2 qalır, H3 olduğu, yəni bir də bir sıfırdan bir eləmirsiniz, okey? Bir də bu üstünlüyü var misal üçün. Yok, ben WordPress atsam biraz. Onu deyirəm, WordPress atsam belə haşlar hamısı olduğu kimi qalır. Haşlasam ben de diyeceğim, ben oldu. Ya yox, necə? Arxa tərəfdə haş olduğu kimi. Bu H2-dir məsəl üçün. Okey? Bu H3-dür misal üçün, tamam. Baxan kimi bilinir də, indi siz də Ben biləsiniz. aldım, description haş yoktu ha. Yox, bu isə bir paragraf, H4 deyil. Haş yok, bilimin nesadı rəqəm ben. Tutmusan, bilin nə demək istəyirsən, amma bu description onlara aid deyil. Ancaq başlıqları o aiddir, H1 H. Şimdi keçəndə zaten özünüz görəcəksiniz. Olur, semi, bold, bunlar Ha, bəli. Keyword səsini anladınız. Hər bir blok müəyyən bir keyword məqsədini daşıyır. O bloklarda yazmaqda məqsədimiz əsas kateqoriyamızı təkan vermək. Keywordləri də hardan götürdük? Search konsola baxırıq. Görürük ki, insanlar axtarışlarına uyğun. Mənim yazmadığım blog varsa, o blogları yavaşlıq yazmalıyım. Yaktan kesin, yani Google hesabına ilgili. Yox, girə bilmirsən. Saytını bağlamalısın Search konsola. Onun kimi, onun da öz kodu var, misal saytda. Kesin konsul. Aha, 100 var. Deməli, əgər sıfırdan başlayırsınızsa, məsəl üçün, düz çox həqiqətən maraqlı bir sualdır. Əgər sıfırdan başlayırsınızsa, o zaman ilk öncəliyiniz məhsulunuz nədirdən başlayırsınız? Baxın, ağac sistemindən gəlir sıfırdan başlayın. Bax, vitamin nədir?
vitamin sifarişi necə verilir? Elə bil insanlara ilk dəfə də vitamin nə olduğunu öyrədir sizdə, tamam. Buna ağac sxemi deyirlər. Ağac sxemi önəmli oldu. Yəni mən saytımı sıfırdan qurmuşamsa, bir dəfəyə buradan şey başlayamaram. C vitaminin faydaları nədir? Seni de verin. Hə, yəni yes, ISO. Əgər saytım sıfırdan qurulubsa, ilk öncə başdan başlamalıyam. Vitamin nədir? Vitamin sifarişi necə verilir? Vitaminin üstünləri hansılardır? Bunu da elə bilərdim. Sonra keçsəm yavaş-yavaş